Mahnı teatrında çalışdım. Rəşid Behbudovun teatrında işə girmək asan deyildi. O rəhmətə gedəndən sonra teatrdan çıxdım, ailə qurdum. O rəhmətə getməsəydi teatrda qalardım. Boşluq hiss etdim. Demokratas xəbər verir ki, bu sözləri əməkdar artist Almaz Ələsgərova həftənin qonağı verilişində deyib. Müğənni keçmiş həyat yoldaşından danışıb. O bildirib ki, həyat yoldaşı özündən 20 yaş böyük olub. Allahın qisməti, peşman deyiləm. Ailəm onu istəmirdi. Anam deyirdi ki, qohumlarımız musiqiçi ailəsidir. Atam, qardaşım razı deyildi. Anam arxamda dayandı və musiqiyə gəldim. Ticarətçi idi. Vəzifədə çalışırdı. İndi də qızlarım onun kimidir. Mənə oxşayanı olmadı. Qızımı güclə teatra gətizdirirəm ki, məni izləsin. Hər şey ayıbdır, olmaz. Mən ona bir könüldən min könülə aşiq oldum. Qızlarım sevgidən doğulub. Sonra o istəyəni mən istəyəni o eşitmirdi, etmirdi. Şıltaq idim, deyirdi özünü yığışdır. Yığdım veşlərimi, getdim. 2008-ci ildə rəhmətə gedib. Qızlarım tez-tez qəbrini ziyarət edir.